Yalnız sevgililer ölebilir. Sevgi ise yok. Ölümse bunun üzerinde acizdi. Daniel Thomas. Tercüme etti Prometey. Kazanmak istiyorsan, benim nömrəm hardandır səndə? O kadar da vacip değil. Senin için bir iş var. Yine ne zibil çıkarırsın. Narahat olma, normal işte. Ben sana demiştim axı bitir bu işleri. Ha, elədirsə problem değil. Ben başkasını taparam bu iş üçün. Sənsə yaxşı bir iş itirəcəksən. Xeyli pul qazana bilərdin. Yaxşı oldu. Ama bu seninle sonuncu işimiz olacak. Bitirirəm və yekunlaşıram bu işlərlə. Yaxşı, lap gözəl. İndi isə Main Street 47-yə gedirsən, oradan şəkilləri götürürsən. Sadəcə götürmək. Yaxşı, pulun nə vaxt verəcəksən? Pulun, şəkillər əlimə çatanda sənin pulunu verəcəm. Əgər bacarsan 15.000 dollar nağd əlinə çatacaq. Oldu, danışdıq. Ama sen bil, bu sonuncu sifarişti. Bundan sonra məni narahat etmə. Əgər ilişsən nə sən məni, nə də mən səni tanımıram. Yadındadır o gezinti. Biz azdığımız, hodmane bir şehirde kaldığımız. Yadındadır. O güzel yerler. Skamyanka'da eləşən nənələr. Belki yine o yerlere gedək. Ne? Ben ciddiyim. Ama niye? Sen yine köyüne peşine qayıtdın. Bu sade bir sifarişti. Əminsən? Keçən ay etdiyin kimi sadə sifarişdi. Sən o işte çox əziyyət çəkdin. Buna görə yaxşı pul verəcəklər. Və sən tikintiyə işə düzəlmişdin, nə oldu? Sən ki mənə söz vermişdin. Başa düş, mən bunu bizə görə edirəm. Buna görə mənə yaxşı pul verəcəklər və biz istədiyimiz yerə gedə biləcəyik. Bəsdir artıq, yekunlaş. Mən çox yorulmuşam. Hər şey yaxşı olacaq. Mən tezliklə qayıdacağam. Paltarlarımızı hazırla və hazır ol.
Sən bilirsən heç kimlərə ilişdin? Mənim heç vecimə də deyil. Mən bir neçə şəkilin arxasınca gəlmişəm. De, onlar hardadır? Biraz yavaş ol və axmaqlıq eləmə. Mən sənə dediklərimi elə. Ver mənə şəkilləri. Bu nə zibildir? Nə zibil? Şəkilləri ver. Bunun pullarım hardadır? Mənə bəsdir. Mən yekunlaşıram. Bir daha mənə zəng eləmə. Elə görünür.